Bu həyət mənim uşaqlığımın xatirəsidir. Mən Hüseynov Eldayaq 1985-ci il iyunun 1-də məhz bu evdə, bu həyətdə, Saatlı rayonunun Xanlar kəndində dünyaya göz açmışam və bu ağaclarla, məhz bu quşların səsi ilə, cəhcəhi ilə, uşaq vaxtı sanki bizə bu quşların səsi bir laylay idi. Bunlarla böyümüşük. İnsan olduğu yeri tərk etmiş olsa da, amma xəyalları onu tərk etmir. Bu həyətin hər bir küncündə, hər bir ağacının altında mənim uşaqlıq xatirəm var. Doğrudan da insan hara getmiş olsa, olduğu yer, doğulduğu yer onun üçün daha doğma, daha əzizdir. Mən 30 il bundan öncə çıxdığım bir yerdəyəm və doğulduğum bir diyardayam. Və bəzi sözlər var, insan onu tam ifadə edə bilmir. Elə bir xatirələr var ki, insan yaşa dolsa belə onun yaddaşından silinmir. Məhz həmin yerlərdən, həmin məkanlardan biri də bu olduğum həyətdir və burada olan xatirələrimdir ki, mən artıq 40 yaşa çatmağıma baxmayaraq 9 yaşımda bu həyətdən çıxmış olsam, 10 yaşından tamamilə kənarlaşmış olsam da belə, amma mən gözəl duyğularımı, gözəl xatirələrimi anıram,